Yazın gəlişindən sevinib az qala qalxıb yerimək istəyən bu yol Baskala gedir. Qədim yurt yerimiz Baskala. İnsanın ruhuna sığal çəkən bu gözəlliyə baxdıqca fikirləşirsən ki, kaş bu yol tez qurtarmayaydı, biraz da uzanaydı. Bir şeirdə deyilir, çəmənlikdən, meşəlikdən keçən bu yolu 1000 il getsəm də yorulmaram. Heyif ki, bu yolda hardasa qurtarır. Qədim Baskal, yeni Baskal. Sinəsi xatirələrlə dolu qoca və həyat eşqi ilə çırpınan, xəyalları ilə dağları, üfüqləri qucaqlamaq istəyən cavan Baskal. Hərdən adama elə gəlir ki, tarix burada nəfəslərib dincəlir. Yaş yetirmiş bir müdrik kimi fikrə gedir, gözləri uzaqlara zillənir. Azərbaycan folklorunda hamamla bağlı çox məzəli deyimlər var. Elə hamımızın film obrazı kimi sevdiyi Məşədi İbadın təkcə bu sözlərini xatırlamaq bəs eləyər. Məşədi Qəzənfər, bunların hamısı sənin hamamının suyunun təsirindəndir. Məşədi İbadın məsələ çevrilmiş bu sözləri öz yerində, filmdəki hamamçıların mahnısı, rəqsləri də ayrı bir aləmdir. Hamama getmək Azərbaycanda tarixən bir dəstgah olub. 17-ci əsrin yadigarı olan, indi isə muzeyə çevrilən Baskal Hamam kompleksi də bu həqiqətdən xəbər verir.
Baskal mətbəxinin rəmzidir pip dolması. Özü də aşpazdan ustalıq, müştəridən də zövq istəyir. Pip dolması həm də baharın ətrindən xəbər verir. Çünki onun yarpaqları ilk baharda yığılar. Baskal həmişə qonaq qaralı olub. Bu torpağa qədəm qoyanların çoxu aşpaz Sənan Qafarovun bişirdiyi pip dolmasından dadmasa getməz. Bir əsrin yaddaşı ilə nəfəs alır bu müdrik qoca, Axtər baba. Dünyanın tufanları, zamanın keşməkeşləri onun xatirəsində dipdiridir. 2 əsrin şahididir Axtər baba. Keçmiş onun dili ilə danışır. Mələk simalı idi, Allah tanıyan. Allah bizə də o verilmiş o. Kim üçün deyim onu? Məndə var Sirlər Xəzinəsi. Peyğəmbərin tərifində deyir. Mələk simalı idi, Allah tanıyan. Allah bizə də o verilmiş o. İndiki canlılara tövsiyəm odur ki, hökuməti sevin, vətəni sevin, milləti sevin. Elə dağlar kimi bu qədim yurt yerinə Çinar da çox yaraşır. Nəsillər dəyişir, zaman asta qədəmləri ilə ötüb keçir. O isə 500 ilə yaxındır ki, səssizcə böyüyür, qol-budaq atır, müdrik qocalar kimi dünyanın gedişatını seyr edir. 5-ci yüzilin dizini qatlamaqda olan bu Çinarın sükutu da elə bil sözlə doludur. Bu nəhəngin əzəməti heç vaxt unudulmayacaq məşhur misraları yada salır. Əgər ki yıxılsam, Çinar göstərin, mən ona söykənib arana baxım. Qədim şərqin nağılları, rəvayətləri yada düşəndə deyirlər ki, onlar halva kimi şirindir. Gərək Baskal halvasının dadına baxasan ki, bu sözün həqiqət olduğuna inanasan. Bir söz də var, halva halva deməklə ağız şirin olmaz. Gərək sözü ağzında bişirən kimi, halvanı da yaxşı bişirəsən. Cahid Əliyevin sözü də elə bişirdiyi Baskal halvası kimi şirindir. Bu halvanın dadına bax. Yeyək bundan, bu halva 12 saata pişən bir məhsuldur. Səmənidir, qozdur, bal deyildir, darkindir, rəzgənədir. Hətta bunun bir şeiri də var. Bu halvanı o vaxtı babalarımız pişirəndə bir şeir də qoşub.
Ədavalıdır, ballıdır, bişrəni basqallıdır. Kainatın ahəngini yaşadır çaylar. Axıb gedən günəşin, ayın, ulduzların nizamını xatırladır bizə. Bu, əbədiyyətin pozulmaz qanunudur. 1000 illərdir beləcə axır Baskal çayı və 1000 il sonralar da belə olacaq. Ətrafdakı dağlar, meşələr, kəndlər onun nəğməsini dinləyəcək. Bu, bir ilahi sirdir. İnsan qəlbi onu fəhmlə duyur və bu pozulmaz nizama görə ulu yaradana ürəyində minnətdarlıq eləyir. Çələğı ipəkdən hazırlanır, qadın baş örtüyüdür. Baskalda çələğı olubdur. Hal-hazırda da var. Çələyini örtən qadına hiss olunur ki, bu qadın hara gedir. Əgərləri çələyinin qarasını örtüblərsə, bunlar yasa gedir. Yox, əgərləri ağın, qırmızısın örtüblərsə, xeyir işinə gedirlər. Çələyi qış vaxtı isti saxlayır, yay vaxtı sərinlik verir. Kəlağayı, Azərbaycan mədəniyyətinin qədim rəmzlərindən biri, həyata, dünyaya gözəllik qatan sənət nümunəsi. Sübhün şəfəqlərini xatırladır onun rəngləri. Abrın, ismətin işığı var Kəlağayda. Toylarımızın, el şənliklərimizin ovqatı, şövqü hopub onun naxışlarına. Bu qədim yurt yerində Kəlağayı özünün 100 illərdən bəri gələn qüdsiyyətini indi də qoruyub saxlayır. Kəlağayı gəlinin bəzəyidir deyilir el misalında. Sözümüzə qüvvət, Dədə Ələsgərin dillərdə əzbər olan gözəl bir gəraylısı var. Ustad aşığın Kəlağayıya necə dəyər verdiyinə güzgü tutan bu bənd də həmin gəraylıdandır. Gözəl, sənin nə bədəndir, kəsilib qısa tellərin. Kəlağayı əlvan qıyğacıq, üstündən basa tellərin.
Baskalda bu bulaqlar adlandı. Soyuq bulaq və dombulu bulaq. Dağların könül nəğməsidir bulaqlar. Bu pak sular ucalıqdan gəlir. Bəlkə ona görə də bulaq suyu qədim hekayətlərdə dirilik mənası daşıyır. Qız gəlinlərin çox sevdiyi görüş yeridir bulaq başı. Çünki buradakı söhbətlər də bulaq suyu kimi safdır, şirindir. Baskalın sehirli bir av havası var. Torpağından tarixin qoxusu gəlir. Evləri, küçələri, ağacları, adamların sözü, söhbəti ötüb keçən zamanın xatirələri ilə doludur. Burada keçmişlə gələcək yanaşı addımlayır. Bu addımlar həyat, bahar, ümid, işıq simvoludur. Xoşça qal Baskal, var ol qədim yurt yeri. Bu çiçəkləyən bahar sənə çox yaraşır.